Əvvəlki videoda demişdim ki, bu hələ başlanğıcdır, hələ heç nə bitməyib. Bugün adada hansı məşhurun fotosu çıxdı, Azərbaycanın adı tranzit yollarda necə keçir və o 900 pizza sifarişi nədir? Hamısını masaya qoyuruq. Yeni sənədlər göstərir ki, Epstein ölməzdən 12 gün əvvəl hər şeyi danışmağa razılıq veribmiş. 29 iyul 2019-cu ildə Epsteinin vəkilləri prokurorlarla görüşüb və Epstein əməkdaşlıq etmək istəyir deyiblər. Və cəmi 12 gün sonra o kamerasında ölü tapılır. Bill Gates məsələsi artıq rəsmiləşir. Sənədlərdə Epsteinin Gates'i Rusiyalı bridge oyunçusu Mila Antonova ilə münasibətinə görə şantaj etdiyi deyilir. Hətta iddia edilir ki, Epstein Bill Gates'in zöhrəvi xəstəliyə yoluxduğunu bilirdi və bunu gizli saxlaması üçün ondan 100 milyonlarla dollarlı fond tələb edirdi. Gates hər şeyi inkar etsə də email yazışmalar başqa şey deyir. Yeni sənədlərdə pizza sözü tam 900 dəfə keçir. Epstein əslində pəhriz saxlayırdı və pizza yemirdi. İddialara görə bu uşaqların yaşını və növünü bildirən gizli koddur. Əsl siyahıda adı olan 15-20 nəfər o qədər güclüdür ki, onların adı çıxsa, dünya iqtisadiyyatı çökər. Yəni bu nə deməkdir bilirsiniz? Tanıdığımız Elon Musk da bu sənədlərdədir. Amma o deyir ki, Epstein sadəcə mənə email yazıb. Mən də ona axmaq demişəm. Yəni bu qədər. Musk tələb edir ki, bütün siyahı açılsın. Bəs niyə açmırlar? Çünki o siyahı açılsa başqa adlar da ifşalanacaq. İndi gələk bizim tərəflərə. Rəsmi siyahıda Azərbaycanlı bir məmur adı yoxdur. Amma yeni sənədlərdə Muhammed Rəhman adlı bir uşaq alverçisinin marşrutu keçir. Rusiyadan Azərbaycana, Azərbaycandan Türkiyəyə, Türkiyədən Amerikaya. İddia edilir ki, Epsteinin şəbəkəsi regiondakı itkin uşaqları bu marşrutla daşıyır. Həmçinin Türkiyə mediası iddia edir ki, Epstein şəbəkəsi 1999-cu il zəlzələsindən sonra itkin düşən uşaqları və regiondan qaçırılan azyaşlıları öz adasına aparıb. Epsteinin təyyarəsinin Türkiyəyə 9 dəfə eniş etməsi rəsmən sənədlərdədir. Baxın dostlar, bura qədər sənədlərdən, adlardan danışdıq. Amma indi icazə verin bir anlıq hər şeyi kənara qoyub öz fikrimi deyim. Mənim üçün bu mövzu sadəcə bir cinayət işi deyil. Bu dünyanın əslində necə idarə olunduğunun, toxunulmaz sandığımız adamların hansı çirkinliklərə bulaşa biləcəyinin sübutudur. Mən bu sənədləri oxuyanda bir şeyi başa düşdüm ki, Jeffrey Epstein sadəcə bir cinayətkar deyildi. O bir vasitəçi idi. O dünyanın ən güclü adamlarını, siyasətçilərini, alimlərini və sənətçilərini bir otağa toplayıb, sonra da onların ən zəif damarından yapışan bir adam idi. Yəni onları özünə elə bir iplə bağlamışdı ki, Epstein ölsə belə o iplər hələ də kimlərinsə boğazını hələ də sıxır. Məndən soruşsanız ki, hər şey bitdimi? Əlbəttə ki, yox. Çünki bu sadəcə bir domino daşıdır. O siyahıda olan hələ də üzə çıxmayan adlar var. Bəlkə Azərbaycanla bağlı rəsmi bir ad hələ yoxdur. Bəlkə də heç vaxt olmayacaq. Bəlkə də olacaq. Amma bu qaranlıq torun ucları hər yerə uzanır. Bu dəqiqdir. Mən bu mövzunu yenə araşdıracağam. Hər yeni səhifə açıldıqca, hər yeni xəbərdə video gələcək. Çünki əgər biz unutsaq, bu sistem yenidən başqa bir Epstein yaradacaq. Hər gördüyünüz ulduza, hər tanıdığınız qəhrəmana kör-körənə inanmayın. Həqiqət çox vaxt o dəbdəbəli məclislərin ən qaranlıq künclərində gizlənir.